Ət bazarında canlanma müşahidə olunur. Bəs bu canlanma ətin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilərmi? Bununla bağlı bir məlumatımız olacaq. Belə ki, bugün yanvarın 1-idir və yanvarın 1-də bir məlumatı diqqətinizə çatdırırıq. Bəzi heyvan bazarları açılıb. Gürcüstandan diri heyvan idxalı və tranzitinə qoyulan qadağa da ləğv olunub. Qəssabların sözlərinə görə bazarların açılması onların işlərini asanlaşdırıb. Amma hazırda bazarda qiymətlərin nə enməsi, nə də qalxması müşahidə edilir. Ekspertlər bu addımın məhz qiymətlərin sabit qalmasına kömək eləyəcəyini də bildirirlər və bununla yanaşı uzun müddətli sabitlik üçün yerli istehsalın artırılmasının vacibliyi də xüsusi olaraq vurğulanır. Bundan əlavə, o da əlavə edilib ki, subsidiya proqramlarının tətbiqinin genişləndirilməsi qiymətlərin enməsinə səbəb ola bilər. Lakin bununla bağlı indilik bir söz demək mümkün deyil.